Yüz minlərlə izlənmə, saysız hesabsız hədiyyələr və xalqın həm sevib, həm qınadığı o sima, Velizar. Göründüyü qədər səhrayı və məsumdurmu? Bir tərəfdən insanların şəxsiyyətini alçaldan qalmaqallı bir şomen, digər tərəfdən cəmiyyətdən təzrid olunmuş insanlara saniyələr içində minlərlə manat qazandıran bir xeyirxah. Ortada çox böyük bir ziddiyyət var. Biz ona mənəvi dəyərləri lağa qoyan biri kimi baxaq, yoxsa çarəsizlərin həyatına işıq tutan bir qəhrəman kimi? Bəs Velizar necə bir anda peyda oldu? Bu xeyirxahlıq arxasında başqa səbəblərmi yatır? Azərbaycanda cəmiyyət tərəfindən sevilməmək üçün bir çox səbəblər var. Bunlardan biri də homoseksuallıqdır. Dini, irqi və yönəlimi fərq etmədən insanın öz xarakterinə və xüsusiyyətlərinə görə ona hörmət bəsləməliyik düşüncəsində olsam da, mədəniyyətimizin mentalitetində bu fikir çox absurd qarşılanır. Bəzilərinizin bildiyi kimi Velizar bir homoseksualdır. İzlənmə rekordları qıran bu yayımçının kəskin olaraq sevilməməsinin səbəblərindən biri budur. Lakin ən böyük səbəbi bu deyil. Sizlərin ən azından dürüst insandır adlandırdığı 85 min nəfərin sevərək izlədiyi, hətta bəzilərinin həyat tərzinə çevrilən bu yayımlarda nə baş verir? Yayıma birini al, mənəvi dəyərlərini və şəxsiyyətini alçalt, aradakı pərdəni saniyələr içərisində alt-üst et və yüz minlərlə insanın bu tənqidlərə verdiyi reaksiyalar. Benim balaca dındırlı kızım. Ağadadaş Bey yaşınız neçə? Ağadadaş Bey, Ağadadaş Bey. Ağadadaş məni aldı. Ay sənin duduşun yansın Ağadadaş. Ben seni takip edeyim arada PK tak ay bacı. Etdiyin yerə deyil, sağ ol. Öpürəm qara dındığına yaxşı bax. Abilə danış. Dürüstlük belə bir şey deyil. Kimisə alçaldanda və ya ona söz soxanda açıq sözlü olmursan. Hər nə qədər bu insanların içlərində mənim də sevmədiyim və bu kimi platformlarda yer almalarını cəmiyyət üçün çox təhlükəli olduğunu düşündüyüm insanlar olsa da, bu üslub və bu şəkildə yayımlar onların yayımlarından heç də fərqlənmir. Bəziləriniz deyəcək, Velizar çoxlarının edə bilmədiyini edir. Qüsurlu, çarəsiz insanlara saniyələr içərisində minlərlə manat qazandırır. Onların həyatlarına həyat qatır. Bu təmənna nasız yaxşılıqları bizim üçün bəsdir. Bu fikirlərinizə qismən qatılıram, lakin bir məqam var. Xeyirxahlıq edən insan üçün onun digər bütün çirkin əməlləri sərbəstdirmi? Bildiyiniz kimi bu pullar Velizar vasitəsilə çarəsiz insanlara çatır. Amma bu pulları atanlar Velizar deyil. Bu xeyriyyətçilərin bu yaxşılıqları bu yollarla etməsi şərtdirmi? Bu insanın Velizar olması şərtdirmi? İnsan üçün bu həyatdakı ən önəmli dəyərlər nələrdir? Dini, adı, sanı, şəxsiyyəti, bir sözlə mənəvi dəyərlər. Bunları alçaldan, qeyri-etik hərəkətlər edən, ağına bozuna baxmadan hər bir şeyi görməzdən gələrək darmadağın edən bir insan rəsizlərə kömək edərsə, onları normalmı qarşılamalıyıq? Bunu daha yaxşı anlamağınız üçün təsəvvür edin ki, şaxtalı bir qış gecəsidir və bir qrup insan soyuqdan donmaq üzrədir. Qəfildən bir nəfər peyda olur və böyük bir tonqal qalayaraq hamını isindirir. Bəlkə də onları ölümdən xilas edir. Hər kəs ona minnətdardır. Amma bir məqam var. O bu tonqalı qalamaq üçün kəndin ən qədim kitabxanasındakı kitabları yandırır. Bədənlər isinir, amma yaddaş və mədəniyyət külə dönür. İndi sual yaranır. İnsanları dondurucu soyuqdan xilas etdiyi üçün ona qəhrəman deməliyik, yoxsa gələcəyimizi yandırdığı üçün cinayətkar? Həqiqət göründüyü qədər sadə deyil. Hekayənin ardı var. Yalnız bundan öncə bilməlisiniz ki, Velizar bir anda peyda olmadı. Azərbaycandan öncə bu tərzdəki yayımlarına Türkiyədə davam edirdi. İzləyici sayı bu qədər çox olmasa da, yenə də böyük bir kütlə tərəfindən izlənilirdi. Bununla yanaşı İlahici deyə bir yayımçı daha var idi. Kim idi bu İlahici? Ya da ilahi nə deməkdir? İlahilər dinə, Allaha ithaf olunmuş şeirlərə və mahnılara deyilir. İlahici bu ilahiləri öz yayımlarında səsləndirərək izləyicilərini güldürürdü. Çünki bunu dini bir məzə obyektinə çevirərək edirdi. Bəs bunları sizə niyə danışıram? Bunun Velizarla nə əlaqəsi var? İzlədəcəyim bu kadrlara diqqətlə baxın. İşin Allah dertleri oğlum Allah, bizleri de mahrum eyleme Allah. İnsan üçün önəmli olan bütün dəyərləri yox sayan bir insan nə qədər xeyriyyəçiliyə vasitəçi də olsa, bunun digər əməllərinin üstünü örtməsini normal qarşılamıram və bu səbəbdən Velizara bəziləri kimi heç də istiqanlı baxmıram. Əslində Velizarın günahı çoxdur olmasına, amma hekayədəki son bir qədər fərqlidir və hər kəs illərdir o adamı müzakirə etdi. Kimisi yanan kitablara görə onu şeytan, kimisi isə donanları isitdiyi üçün mərhəmətli adlandırdı. Amma əslində o adam
adam nə qəhrəman idi, nə də bir günahkar. O sadəcə bir aynadır. Əsl tükləri ürpərdən mənzərə tonqalın ətrafında deyil. O mənzərəni uzaqdan izləyib alqışlayan kütlənin içində idi. O insanlar ki, kitabdakı bilikləri qorumaq yerinə kitabların yanışını bir tamaşa kimi seyr etdilər. Kitablar yandıqca çıxan qığılcımları estetik gördülər. O soyuqda qalan xəstə və çarəsiz insanlar sadəcə bir bəhanə idi. Bu tamaşanı izləyənlər öz vicdanlarını rahatlatmaq üçün o xəstələrin isinməsini bəhanə edib, əslində mədəniyyətlərinin necə külə dönməsinə bilet aldılar. Günahkar o tonqalı qalayan deyil, o tonqalın ətrafında yaranan bu çirkinliyi alqışlarla böyüdən kütlədir. Çünki siz izlədikcə o daha çox kitab yandıracaq və bir gün isinməyə nə bir kitab tapılacaq, nə də isidəcək bir insanlıq. Bugün kimlərin əlində necə böyük bir güc olduğunuzu və cəmiyyətimizi necə sürətlə uçuruma doğru sürüklədiyinizi bir daha gözdən keçirin. Həyat üzümüzdə gülüşlər yaradır. Gecələrimiz onunla xoş keçir kimi sadə deyil.